Bugünkü dərsimiz çoxhədlinin vuruqlara ayrılması testlərinə baxacağıq. Çoxhədlinin vuruqlara ayırmaq üçün nə edirik? Əvvəlcə çoxhədlinin vuruqlara ayırmaq üçün ilk növbədə biz nə edirik? Baxıram ki, A üstü 6, B üstü 4 çıxılsın A üstü 4, B üstü 6-dır. İndi burada nə etmək lazımdır? Biz burada ortaq vuruğu mötərizə xaricinə çıxartmalıyıq. Ortaq vuruğu mötərizə xaricinə çıxartmaq üçün mən baxın, eyni hərflər, baxın, A, B, B. Baxırsınız, bunların qüvvətinə baxırıq. Hansının qüvvəti ən azdırsa, onu mötərizə xaricinə çıxardıram. Məsələn, A üstü 6 da var, A üstü 4 də var. İndi mən A üstü 4-ü çıxardıram mötərizə xaricinə. Mötərizəni açıram. İndi A üstü 4, daha sonra baxıram B də var. B üstü 6 var, B üstü 4 var. Ən kiçiyi hansıdır? Ən kiçiyi B üstü 4 olduğuna görə deməli mən A üstü 4, B üstü 4-ü mötərizə xaricinə çıxartdım. İndi mən nə edirəm? Bu A üstü 4-dür. Birinci bu tərəfə baxıram. Mən elə ifadə almalıyam ki, mötərizənin içərisinə elə ifadələr yazmalıyam ki, vurub açanda bu ifadəni almış olum. İndi mən A üstü 4, B üstü 4-ü nəyə vursam, A üstü 6, B üstü 4 olacaq. Mən kiçik ədəd olaraq B-ni, B üstü 4-ü çıxartdığıma görə mən burada artıq B yazmayacağım. Çünki bu B üstü 4 onsuz da özü çıxıb. A üstü 4-ü çıxartdım. İndi mən mötərizə içərisində yazacağım neçə? Elə ədəd yazıram ki, üstlərini toplayanda A üstü 6 eləsin. Təbii ki, A yazıram. A üstü 2 yazsam, bu üstlər toplanacaq, olacaq A üstü 6. Mən bunu yazdım. İndi yazıram çıxaq. B yazmadım. Çünki B üstü 4 onsuz da özü çıxıb mötərizə xaricinə. Yazıram çıxaq. Niyə? Çünki burada çıxmadı. A üstü 4. A üstü 4-ün özü çıxdığına görə A üstü 4-ü yazmıram. Yazıram B. Baxın, bu B üstü 4-dür. B üstü 4-ü nəyə vursam B üstü 6 eləyər. Mən bu ifadəni almalıyam axı. Deməli, mən bunu B üstü 2-yə vurmalıyam da vuranda üstlər toplanacaq. İndi baxın, uşaqlar, gəlin indi bunu yoxlamaq üçün vuraq açaq. A üstü 4, B üstü 4-ü vururam A kvadratına. Baxın, vuraq A kvadratına. Bu nə olacaq? A A'ya vurulur. A kvadrat A üstü 4-ə vurulanda üstlər toplanır. Olur A üstü 6. B bu tərəfdə yoxdur, elə B üstü 4 özü alınır. Baxın, gördünüz, bu hissəni aldım. İkinci tərəfdə də B kvadratına vuranda, baxın, A üstü 4, B üstü 4 olacaq. A üstü 4, B üstü 6. Bu da mənim çoxhədlimi vuruqlara ayırmaq üsulum. İndi mən davam edirəm. Baxıram ki, belə bir variant yoxdur. A kvadratı, B kvadratı görürəm. Bunu görəndə də mənim ağlıma avtomatik düstur gəlir. Düsturum nə idi? A kvadratı çıxaq B kvadratı nəyə bərabər idi? Gəlin baxın, bu vuruğu yazaq. A üstü 4, B üstü 4 vuraq. A kvadratı çıxaq B kvadratının açılışı hər zaman A çıxaq B vuraq. A üstə gələk B olur. Bu da olmuş olacaq B variantı. Daha sonra baxıram ikinci suala. İkinci sualda eyni qaydada baxın. 10-dur, 15-dir. 10A B kvadratı üstə gələk. 15A kvadratıdır. İndi baxıram mötərizə xaricinə hansı? Baxın, əmsallara baxıram əvvəlcə. Əmsal 10-dur, 15-dir. Bunların ortaq böləni neçədir? Əkobunu tapıram. Yəni, bunların hər ikisinin bölündüyü ədəd. Bu da 5-dir. Hər ikisi 5-ə bölünür. 5-i yazdım. İndi baxıram A-ya. A burada da var, burada da var. Bu tərəfdə A-nın özüdür, bu tərəfdə kvadratıdır. Ona görə A-nın özünü yazıram. Daha sonra baxıram B-lərə. Burada B-nin kvadratıdır, B-nin özüdür. Kiçik olanı yazıram həmişə. Ona görə kiçik olan B olduğuna görə B-ni yazdım. İndi mötərizə açıram. İndi mən 5AB-ni elə bir ifadəyə vurmalıyam ki, 10A B kvadrat olsun. 5-i mən 2-yə vursam olacaq 10. Sonra A buradadır, burada da A-nın özüdür. Ona görə mən A yazmıram. Niyə? Çünki A-nın yerinə 1 yaza bilərəm, vuraq 1. O da yazılmır. Daha sonra baxıram B-yə. Burada B-nin kvadratıdır, burada B-nin özüdür. Mən B-ni nəyə vursam B kvadrat eləyər? Təbii ki, B-yə vursam. Elə deyil. Bunları da bir-birinə vursam, olacaq 2, 5-ə vurulacaq, olacaq 10. A olduğu kimi yazılır, çünki bu tərəfdə A yoxdur. B-ni də B-yə vuracam, olacaq B kvadratı. Gördünüz, bu ifadəni aldım.
İndi yazıram üstə gəl. Üstə gəl yazıram. Burada 15 a kvadratı b-dir. İndi baxıram 5. 5-i nəyə vursam 15 eləyər? 3-ə. A-dır, A-nı nəyə vursam a kvadrat eləyər? Təbii ki, A-nı A-ya vursam a kvadrat eləyər. Burada B-dir, bu da B-dir. Ona görə mən B-ni yazmıram. Çünki B olduğu kimi bura gəlsin deyə açanda. Aha, bu da oldu mənim ifadəmin sadələşdirilmiş, vuruqlara ayrılmış forması. Bu da uyğun gələcək C variantına. İndi üçüncü suala baxırıq. Üçüncü suala baxanda mən burada nə görürəm? Mən görürəm ki, hər iki tərəf hansısa bir ədədin kvadratıdır. Və mən buradan tez mənim gözümün qabağına düstur gəlir. Baxın, 9 çıxaq, 9-da 1 d kvadratıdır. Elə deyil. İndi mən burada nə edirəm? Mən bunları kvadratdan azad edib üstlərinə kvadrat yazacağam. Necə? Baxın, 9 neçənin kvadratıdır? 3-ün kvadratıdır. Elə yazıram 3-ün kvadratı çıxaq. 9-da 1 neçənin kvadratıdır? 9-da 1 də 3-də 1-in kvadratıdır. D-nin kvadratı olduğuna görə mən sadəcə yazacağam D. Baxın, mötərizədə kvadrat yazacağam. Çünki mən bu mötərizəni açsam, olacaq 9-da 1 D kvadratı. Baxın, mən buradan düstur aldım. Düsturum nədir? A kvadratı çıxaq B kvadratı idi. Bax, burada A kvadratın yerində 3 durur, A-nın yerində. B-nin yerində də 3-də 1 D durur da. Elə deyil. Bunun açılışı nə idi? A çıxaq B, A üstə gərək B idi. Elə deyil. İndi mən bu düsturdan yerinə qoyub yazıram. Baxın, bərabərdir. A-nın yerində nə idi? 3 idi. Yazıram 3 çıxaq. Baxın, B-nin yerində nə dayanıb? 3-də 1-dir. İndi düsturdan yerinə qoyuram. 3 çıxaq 3-də 1-dir. Vuraq. 3 üstə gəl 3-də 1-dir. Bu da olacaq mənim ifadəmin vuruqlara ayrılışı. Dördüncü sual. Dördüncü sualda həmin qaydada 3 4-də 1-cə. İndi mən bunu a kvadratı çıxaq b kvadratı halına gətirməliyəm. Niyə gətirməliyəm? Çünki mən baxanda bilirəm ki, riyaziyyatda çox düsturlar var. Elə deyil. Mən baxıram ki, bu ifadədən a kvadratı çıxaq b kvadratı almaq olar. Nəyə görə? Çünki iki çıxmadır. Hər iki tərəfdə hansısa bir ədədin kvadratıdır. 4-də 1 c kvadratını mən sadəcə 2-də 1 c mötərizədə kvadratı kimi yaza bilərəm. Çünki bu mötərizədən çıxanda yenə 4-də 1 c kvadratı olacaq. Çıxaq. 4-ü mən 2-nin kvadratı kimi yazıram. Baxın, gördünüz, a kvadratı çıxaq b kvadratı kimi bir düstur aldım. A-nın yerində 2-də 1 c dayanıb, b-nin yerində də 2 dayanıb fərz edirik. Burada açılış nə idi? A çıxaq b, vuraq, a üstə gərək b idi. İndi a-nın yerində 2-də 1 c dayandığına görə yazıram 2-də 1 c çıxaq 2, vuraq, 2-də 1 c üstə gərək 2. Bu da sadə qaydada mənim düsturum. Bu da olacaq Y variantı. Yenə çox ədlin vuruqlara ayrılmasıdır. Uşaqlar, indi burada baxın. 6ax kvadratı çıxaq 21ax kubu. Mən burada nə edirəm? Yenə bayaq dediyim kimi hər ikisinə bölünən ədədi elə ədədi seçirəm ki, bu ədədlərin hər ikisi həmin ədədə bölünsün. 21 ilə 6-nın ortaq böləni neçə ola bilər? 3 ola bilər. 3. İndi burada A var, burada da A var. Hər iki tərəfdə A olduğuna görə elə A-nın özü çıxır. X-a baxıram. Burada X-in kvadratıdır, burada X-in kubu. Təbii ki, hansını çıxartmalıyam? Kiçik olanı. Yəni, X-in kvadratını çıxardacağam. Vuraq. 6, 3. Baxın, indi mən bu 3ax kvadratını elə də vurmalıyam ki, 6ax kvadratı eləsin. Mən 3-ü yalnız 2-yə vursam 6 eləyər. İndi baxıram dəyişənlərə. Baxın uşaqlar, ax kvadratı burada da var, burada da var. Mən ax kvadratını nəyə vursam ax kvadratı edir? 1-ə vursam da mən buraya yazıram vuraq 1, bunu da yazmıram. Elə 2 vuru 1 elə 2 deməkdir. İndi yazıram çıxaq. Niyə? Çünki burada çıxma var.
3-ü nəyə vursam 21 eləyər? 7-yə yazıram 7. İndi A'ya baxıram. Burada da A'dır, burada da A'dır. Ona görə yazmıram. Niyə? Çünki mən A'nı A'ya vursam olacaq A kvadratı. Axı burada A'dır. Sadəcə 1-ə vursam A olacaq. Elə deyil. İndi mən bu ifadəni bura vurub bu hissəni almalıyam. Sonra baxıram X-a. Burada X-in kvadratıdır, burada kubudur. X-in kvadratını nəyə vursam X kub eləyər? Təbii ki, X-in özünə vursam üstlər toplanar. Fərz edin ki, X-in üstündə 1 var. Sadəcə bu da olacaq bu şəkildə. Burada da cavabım olacaq 3ax kvadratı 2 çıxaq 7x. Bu da olacaq C variantı. İndi baxıram digər suala. Yenə uşaqlar vuruqları ayırmadır. Vuruqları ayıranda nəyə baxıram? Əmsala baxıram. Əmsallarda ortaq bölən. Yəni elə ədəd seçirəm ki, hər ikisi həmin ədədə bölünsün. Ən böyüyünü seçməliyəm. Hər iki ədədə bölünən ən böyük ədəd. Məsələn, sonra isə baxıram dəyişənlərə. Eyni hərflər, bax belə yadınızda saxlayın. Eyni hərflərə baxıram. Əgər hərflər eynidirsə, hər iki tərəfdə varsa qüvvətlərinə baxıram. Əgər qüvvəti hansının kiçikdirsə, həmin hərfi mən mötərizə xaricinə çıxardıram. İndi baxın hərflə deyirəm ki, yadınızda qalsın. 24a kubu x-dır, çıxaq 3a kvadratı x-dır. İndi uşaqlar 24 ilə 3 ortaq bölən təbii ki 3 ola bilər. İndi 3'ü çıxartdım. Burada a kubudur, a kvadratıdır. Buradan hansı çıxacaq? Əlbəttə ki, kiçik olan, yəni a kvadratı. X-a baxıram. X burada da var, burada da var. Amma elə özünü çıxardıram. Mötərizəni açıram. 3'ü nəyə vursam 24 eləyər? 8-ə. A kvadratını nəyə vursam a kub eləyər? A-ya. X-i nəyə vursam x eləyər? Heç nəyə. 1-ə. Ona görə yazmıram. Yazıram çıxaq. 3'ü 1'ə vursam 3 eləyər. Bu 3'ün özü çıxdığına görə elə buna uyğun nəsə yazmıram. Bu a kvadratıdır, bu da a kvadratıdır. Görsüz eyni ifadədir. 3a kvadrat x, 3a kvadrat x. İndi mən 3a kvadrat x-i nəyə vursam özünü alaram. Yalnızca 1'ə vura bilərəm. Bu da olacaq bu şəkildə. 3a kvadrat x vuraq 8-a çıxaq 1. Bu da olacaq A variantı. İndi baxıram 7-ci suala. A parametrinin hansı qiymətində bu ifadə bərabərlik eynilik olmaq nə deməkdir? Yəni eyni bu ifadə alınır vurub açanda. Bərabərliyin hər iki tərəfi eyni olar demək istəyir. İndi baxın 6x kvadratı çıxaq 6y kvadratını verib. İndi mən burada nə edirəm? Ortaq vuruğu həmişə çıxartmalıyam mötərizə xaricinə. Burada elə 6'nın özü çıxır. 6 vuraq x kvadratı çıxaq y kvadratı. Bərabərdir. 6'nı yazıram. Baxın düstur aldım. Düsturum nə idi? A kvadratı çıxaq b kvadratında. Bir dəfə çıxaq b yazırdım. İndi burada a ilə b-nin yerində x, y-dir. Yazıram x çıxaq y vuraq. X üstə gələ y. İndi yenə baxın. A vuraq. Burada bərabər eləyib. A vurub x çıxaq y. X üstə gələ y. Burada bu tərəf eynidir. Baxın şərtdə. Sadəcə a-nın yerində 6-dır. Mən də təbii ki a-nı 6 tapmışam. Deməli a 6 olarsa hər iki tərəf bir-birinə bərabər olar. K parametrinin hansı qiymətində eynilik olar? Aha, indi baxın 8-ci suala. 8-ci sualda nə edirəm? Gəlin yazaq. 8a çıxaq k vurulsun b bərabərdir. 8 vuraq a çıxılsın b. Baxın uşaqlar. Burada 8'i ortaq vuruq kimi çıxardıb. Deməli bu da 8 imiş də. 8 ortaq vuruq kimi çıxıb. İndi baxın uşaqlar, mən bunu necə də tapa bilərəm? 8'i vururam a-ya, olacaq 8a. Çıxaq. 8'i də vururam b-yə. 8b. Görsüz, burada nə idi? 8a çıxaq. KB idi, bu da 8b. Deməli k-nın yerində baxın burada. Bu KB, bu 8b-dir. K-nın yerində 8 nə yazır? Deməli k 8 olarsa bu ifadə eynilik olar. Burada da vuruqlarını ayırmadır. Vuruqlarını ayıranda nə edirəm? Eyni, ortaq olanı götürürəm. 2a kvadratı çıxaq 3a. 2 ilə 3'ün ortaq böləni yoxdur, yəni hər ikisinin. Ona görə mən burada ədəd olaraq heç birini çıxarda bilmərəm. Amma baxıram a burada da var, burada da var. Burada a-nın kvadratıdır, burada özüdür.
A-nın özü çıxacaq. Kiçik olan çıxır həmişə. A-nı nəyə vursam 2A kvadrat eləyər. 2-ni yazıram. Çünki 2 ədəd çıxmayıb. Ona görə əmsalları mütləq yazıram. A-nı da A-ya vursam A kvadrat eləyər. Çıxaq. A-nı neçəyə vursam 3A eləyər. Sadəcə 3-ün özünə vursam olacaq 3A. Bu da olacaq A vuraq 2A çıxaq 3. Bu da olur D variantı. 10-cu sual. 10-cu sualda eyni həmin qaydada 3A kvadratı çıxaq 2A verib. İndi mən buradan ortaq vuruq çıxartmalıyam. 2 ilə 3-ün ortaq böləni olmadığına görə bunlardan heç biri çıxmır və yaxud da ki, hansısa biri də çıxmır. A kvadratı da A-nın özüdür. A-nı çıxardıram. İndi A-nı nəyə vursam 3A kvadrat eləyər. 3A-ya vursam, elə deyil. Çünki A-ya vurulacaq, olacaq 3A kvadrat. Yazıram, çıxaq. A-nı nəyə vursam 2A eləyər. Sadəcə A-nı 2-yə vursam, olacaq 2A. Baxıram 11-ci suala. Baxın, eyni düstur gəldi gözümün qabağına. Tez düsturu yadıma salıram. Hər hansısa 2 ədədin kvadratı şəklində göstərildisə, mən nəyə baxıram? A kvadratı çıxaq, B kvadratı düsturu yadıma gəlir. Bu düsturun da açılışı nə idi? A çıxaq B, vuraq, A üstə gələk B. İndi fərz edin ki, burada A-nın yerində 9 dayanıb, B-nin yerində də 7 dayanıb. İndi mən bunu necə vurub açacağım? 9 çıxaq 7, vuraq, 9 üstə gələk 7. Məxrəcdə də 8 yazıram, bərabərdir. 9-dan 7 çıxıram, indi 8 hələ məxrəcdə qalır. 8-i məxrəcdə saxlayıram. 9-dan çıxıram 7, 2. 9-un üstünə vuraq. 9-un üstünə gəlirəm 2. 16. Bu da olacaq 8 ilə 16 gedir. Burada 1 qalır. Burada 2 qalır. Olacaq 4. 12-ci sual. 12-ci sualda eyni qaydada 10-un kvadratı çıxaq 7-nin kvadratı. Məxrəcdə də yazıb 17. Nə edirəm burada? A kvadratı çıxaq B kvadratı kimi. Bir dəfə yazıram 10 çıxaq 7, mötərizədə vuraq. Bir dəfə də yazıram 10 üstə gələk 7. Məxrəcdə də 17. Bərabərdir. 10-dan 7 çıxıram 3, vuraq. 10 üstə 7 gəlirəm 17. Məxrəcdə 17 var. Məxrəcdə də surətdə də yenə ədəd varsa, onlar gedir, qalır 3. Eyni düstur uşaqlar. 13-də. 16-nın kvadratı çıxaq 6-nın kvadratı. Bu nədir? A kvadratı çıxaq B kvadratıdır da, yəni. Bir dəfə yazıram 16 çıxaq 6, vuraq, 16 üstə gəl 6. Burada da olacaq 10 vuraq, 22. Olacaq 220. Sonra 14-ə baxıram. 14 də eyni qaydada. 17-nin kvadratı çıxaq 7-nin kvadratıdır. Yazacağım 17 çıxaq 7, vuraq, 17 üstə gəl 7. Burada da olacaq 10 vuraq, 24. Bu da olacaq 240. 15-ci sual. 2 ifadə fərqinin kvadratı düsturudur. Bu da yeni bir düsturumuzdur. A çıxaq B-nin, daha doğrusu üstə gəl, mötərizədə kvadratı. Bunu tapmaq üçün nə edirəm? Yazıram birincinin kvadratı, üstə gəl, birinci ilə ikincinin hasilinin, yəni A vuraq B-nin 2 misli. Bunu da vursan 2-yə. 2AB üstə gəl, nə? İkincinin kvadratı, yəni B kvadratı. O düsturda da yerinə qoyuram. Burada da A-nın yerində mənfi Y-dir. B-nin yerində də 3-dür də. Bunu da açıram. Birincinin kvadratı, yəni Y-in kvadratı mənfidir deyə müsbətlə gəlir. Çünki mənfinin kvadratı müsbət edir. Üstə gəl, birinci ilə ikincinin hasilinin, baxın, üstə gəl, birinci ilə ikincinin hasili deyəndə mənfi 3Y-i 3-ə vururam. Olacaq mənfi 3Y. Baxın uşaqlar. Bu olacaq mənfidir də. Bu mənfi olduğuna görə mən burada çıxaq edirəm. Çıxaq 3Y, üstə gəl ikincinin kvadratı, yəni 9. İndi deyəsiniz ki, müəllimə, bəs burada kvadrat var idi. Niyə burada mənfi müsbət oldu, burada yox? Nəyə görə? Çünki mən eyni ədədin kvadratını yazmıram. Axı Y-in kvadratı müsbət edir. Amma mənfini hansısa bir ədədə vuranda müsbət ədədə olur mənfi. Bu da olacaq bu şəkildə. Bu da olacaq D variantı. 16-cı sual. Baxın, 16 eyni. 48-in kvadratı çıxaq 32-nin kvadratı bölək
23-ün kvadratı çıxaq 17-nin kvadratı. Nə edirəm? 48 çıxaq 32, 48 üstəgəl 32 yazıram. Məxrəcdə də 23 çıxaq 17, bir dəfə də yazıram 23 üstəgəl 17. Burada da vurub açıram. Vurub açasınız da hesablayasınız. Vaxt getməsin deyə bunu mən hesablamıram. Baxıram 17-ci suala. Almaq üçün deyir bu ifadəni hansı ifadə ilə əvəz etmək lazımdır? Bu ifadəni hansı ifadə ilə əvəz edə bilərik? Baxın uşaqlar, gəlin bunu yazaq. A çıxaq 2b-nin mötərizədə kvadratı. Gəlin bunu açaq, vurub açaq. Vurub açanda nə olur? Birincinin kvadratı üstə gəl. İndi burada çıxmadı. Ona görə yazın çıxaq. Birinci ilə ikincinin hasilinin 2 misli. Yəni 2 vuraq. Bu nə deməkdir? 2 vuraq 2b. 2 vuraq 2ab. Bu da olacaq 4ab. İndi olur çıxaq 4ab. Üstə gəl. Bax 2b-nin kvadratı. 2b-nin kvadratı yazanda həm 2-nin özü, həm də b kvadrata yüksəlir. Olacaq 4b kvadratı. İndi deyək ki, bu ifadəyə hansı ifadəni əlavə etmək lazımdır? İndi görək buna hansını əlavə etmək lazımdır. Bunu da vuraq açaq. Toplama olduğuna görə eyni qaydadır. Sadəcə toplama ilə çıxır. A kvadratı üstə gələk 4ab. Çıxaq 4b üstə gələk daha doğrusu 4b kvadratı. Toplama olanda hamısı toplanır. Əgər mənfi yoxdursa. İndi uşaqlar, mən buna üzərinə hansı ədədi gəlsəm, bu ifadə alınar. Bunu tapmaq üçün, baxın, a kvadratı, b kvadratı, bunlarla işim yoxdur. Mən baxıram ki, bu müsbət 4ab-dir, bu da mənfi 4ab-dir. Müsbət 4ab-dən mən mənfi 4ab-ni necə ala bilərəm? Baxın, müsbət 4ab-dən o vaxtı mənfi 4ab ala bilərəm ki, yazsam ki, çıxaq 8ab yazsam. Özündən böyüyü yazmalıyam. Nəyə görə? Çünki belə bir qaydamız var ki, müsbətdən hansısa bir ədədi çıxanda özündən böyüyü. Böyükdən kiçiyi çıxıram, böyüyün işarəsini yazıram. Və yaxud da əlavə etmək deyəndə 4ab-nin üzərinə mənfi 8ab gəlirəm də, belə də nəzərdə tuta bilərsiniz. Mənfi 8ab gələndə bu çıxılacaq, bu toplama olacaq çıxaq. Bu halda da böyükdən kiçiyə çıxıb böyüyün işarəsini yazacağım. Burada da böyük mənfi olduğuna görə mənfi yazıram. Yazıram mənfi 8ab-dən də 4ab çıxanda olacaq 4ab. Görürsünüz, mən çıxsam, bura olacaq mənfi 4ab. Deməli, mən bura mənfi 8ab əlavə etməliyəm. Bu da olacaq C variantı. 18-ci suala baxıram. 18-ci sualda da eyni qaydada yazırsınız. Yenə, indi biz burada 2 dənə fərqli variant alacaq. Bu tərəfdə üstəgəl 6ab olacaq. Digər ifadədə çıxaq 6ab olacaq. İndi mən burada nə edəcəm uşaqlar? Hansını əlavə etsəm? Mənfi 6ab-nin üzərinə neçə gəlsəm müsbət ab eləyər. Təbii ki, bunun üstünə 12ab gəlsəm. Nəyə görə? Çünki mənfi ədədlə müsbət ədədi toplayanda həmişə qaydamız var ki, böyükdən kiçiyə çıxıb böyüyün işarəsini yazırıq. Burada 12ab-dən 6ab çıxacam, alacam 6ab. Deməli, bu ifadəni almaq üçün aşağıdakı ifadənin üzərinə 12ab gəlmək lazımdır. 19-cu suala baxırıq. Deməli, mən 5x kvadratı çıxaq 6x üstəgəl 1 almalıyam. Bunun üçün nə edirəm? Baxın uşaqlar, sonda üstəgəl 1-dir də, elə deyil. Mən burada bilirəm ki, baxın A variantıdır. Mən A variantında yalnızca ədəd olaraq mənfi 7 ala bilərəm. 1-i 7-yə vuracam. Mən elə ədəd götürməliyəm ki, yəni 1 1-ə də vurulsun. Baxın, indi C variantına baxsam, burada 6x, 5x kvadratı almaq mümkün deyil. Daha sonra B variantına baxıram. Baxıram ki, B-də ala bilərəm. İndi B-yə baxıram. 5x çıxaq 1, vuraq, x çıxaq 1. Burada vurub açıram. Vurub açanda nə edirik? 5x-i x-a vururam. Olacaq 5x kvadratı. Yazıram çıxaq. Niyə? Çünki burada çıxma var. 5-i x-i 1-ə vururam. Olur 5x. İndi yazıram çıxaq.
1'i x-a vururam. Olacaq x, sonra 1'i də 1'ə vururam. Yazıram üstəgəl. Niyə? Çünki bu da mənfidir, bu da mənfidir. Üstəgəl 1. Baxın uşaqlar, D variantını niyə yazmadım? Çünki mənə üstəgəl 1 verib. Elə deyil. D variantında birin biri müsbətdir, biri də mənfidir. Mən də bilirəm ki, mən müsbəti mənfiyə vursam, mənfi 1 alacağam. Ona görə mənim üçün ən uyğun variant B variantı olacaq. 5x kvadratı çıxaq. Baxın, mənfi 5x-dan çıxıram x-i. Bu halda nə edirəm? Toplayıb mənfi yazıram. 6x üstəgəl 1. Bu da həqiqətən də B variantı mənim ifadə şərtimi ödədi. İndi baxıram 20-ci suala. Baxın uşaqlar, çıxaq 1-dir. Əvvəlcə hansı variantlar gedəcək, onları yazıram. B variantının ümumiyyətlə əlaqəsi yoxdur bizə verilən 3 hədli ilə. Çünki burada 4x var. Elə bir D variantına baxıram. Birlər ikisi də mənfidir. Mən bunları bir-birinə vursam üstəgəl 1 olacaq. İfadəm çıxaq 1-dir. İndi mən hansı variant arasında qaldım? Mən qaldım. İndi Y variantına baxıram. Y-də də baxın, vursam olacaq 10x kvadratı. Sonra olacaq 5x, 2x. Buradan da 4 almaq olmur. Ona görə mən gəlin baxaq C-yə. Mən baxıram ki, C daha uyğun variantdır. 5x üstəgəl 1 vuraq, x çıxaq 1. Bunu vurub açanda 5x x-a vuranda 5x-in kvadratı çıxaq 5x-i vururam 1-ə. 5x üstəgəl x-i 1-ə vuranda x, 1-i 1-ə vuranda 1-i mənfidir, 1-i müsbət olduğuna görə yazıram çıxaq. Bu da bərabərdir 5x kvadratı. Baxın, mənfi 5x-in üstünə müsbət x gələndə nə edirdim? Mənfi ilə müsbəti toplayanda böyükdən kiçiyə çıxıb böyüyün işarəsini yazırdım. 5x-dan 4x çıxıram. 5-in işarəsi mənfi olduğuna görə, daha doğrusu 5x-dan x çıxıram. Olacaq mənfi 4x çıxaq 1. Bu da oldu. Bəli, uyğun gəldi C variantına. Burada da yenə uşaqlar vuruqlara ayrılmadı.